Axşamınız xeyir olsun əziz və dəyərli izləyicilər. Hər birinizi ürəkdən salamlayıram. MTV kanalında Geriyə Baxanda verilişi efirdədir. Bugün dəyərli bir qonağım var. Hamımızın sevimlisi, Akademik Milli Dram Teatrının deyərdim ki, ən sevilən aktyorlarından biri xalq artisti Cəfər Namiq Kəmal. Xoş gəldiniz. Sağ olun. Çox sağ olun. Xoş gününüzə gələk həmişə. 75 illik həyat, onlarla tamaşa, yüzlərlə replika. Əgər bunlara nəzər salsaydıq, hazırda səhnədə olsaydınız, ürəyinizdən nə demək keçərdi? Özünüzü necə ifadə edərdiniz? Bir kəlmə ilə, bir cümlə ilə? Bir cümlə ilə can sağlığı arzulayıram. Hələ özümə də, dostlarıma da, elə sizə də. Can sağlığı olsa, deməli, təzə rollarda olacaq. Tamaşaçılar təzə rollarda məni görəcəklər. Hər şey onunla bağlıdır. Can sağlığı, aktyorun geri yaddaşı yerində olsun, qulağı yaxşı eşitsin, yəni tərəf müqabilini eşidə bilsin, görə bilsin. Bunlar sağlam olsa, işləməyə nə var ki? Təbrik edirik sizi. Bu yaxınlarda 75 illik yubileyiniz qeyd olundu, təmtəraqlı şəkildə. Əslində 75 il gözünüzü qorxutmur ki, insan yaşadıqca anlayır ki, əslində 75 il nədir ki, amma rəqəm olaraq bəlkə də gözümüzə zamanında çox görünürdü, amma yaşadıqca anlayırsan ki, nə qədər də yaşasan, sanki dünən dünyaya gəlmisən kimi görünür. Əlimdə əlacım olsaydı, 75-in yanına bir sıfır da əlavə edib yaşamağınızı arzu edərdim, amma bu qeyri-mümkün olduğu üçün ən azı 100 yaşayın söyləyirəm sizə. Sağ ol, çox sağ ol, çox sağ ol. Amma açığın deyim, mən özümü 75 yaşındakı kimi hiss eləmirəm. Yəni, o necə, bəlkə də səhv düşüb. Çünki 75'lik halım yoxdur, belə deyək. Və necə illər, o qədər ki, baş qarışıq oldu. Yəni, işlə bağlı. Mən 25 il gənc tamaşaçılarda çalışmışam. İndi 29 ildir azdramadayam. Yəni, tələbatlı aktyor olmuşam mən. Mənə tələbat olub, rejissorlar tərəfindən rollar verilib və başım qarışıb işlə. İşsiz adam darıxar, o gün ona uzun görsənər. Mənə aylar uzun görsənməyib, illər uzun görsənməyib. Bir də gözümü açdım, dedilər ki, sənin 75 yaşındır, gəl bunu qeyd eləyək. Elədik də, tamaşaçılar da gəldi, çəkdilər də. Bir yaxşı film də çəkiblər mənim haqqımda. Bəli, Dövlət Televiziyasında gözəl bir film çəkilib. Əslində, Cəfər müəllim, bir etirafı edim ki, bir neçə gün öncə sizin tamaşanıza gəlib baxdım, sizə həsr olunmuş tamaşa. Sizə həsr olunmuş deyərkən, sizin 75 illik yubileyinizə həsr olunmuşdu, müfəttiş tamaşası. Gəldim, izlədim və oradan bəzi lentləri, yəni telefon vasitəsilə çəkdim. İndi hazırda izləyicilərimiz bu lenti görür. Bu tamaşada özəl yeriniz var və tamaşa sizdən öncə də var olub. Amma siz 3-cü dəfə də söylədiniz ki, verilişdən öncə rol almışsınız. Necə oldu? Amma rolu çox gözəl daşıdınız. Çox maraqlıdır və çox sevimli bir aktyor olaraq izlədim sizi tamaşada. Yəni, müfəttiş əsəri Gogol'un ən gözəl pyeslərindən biridir. Hətta Cəlil Məmmədquluzadə Gogol'un bu revizor, müfəttiş əsərindən götürüb Ölülər pyesini yazıb. Və ona da yazırdı ki, Allah sənə rəhmət eləsin Gogol. Yəni, o başqa variantda Rusun rüşvətini, rüşvətxorluğunu göstərir. Bizdə tamam başqa variant seçdi Cəlil. Ümumiyyətlə, bizim yazıçılarımız yəni çox qaynaqlanıblar Rus yazıçılarından. Götürüb, amma bizə xas xasiyyətdə yazıbdı onu da. Tamam başqa variantda və bizə xas. Və o da çox güclü pyesdir, çox səviyyəlidir. Bizdə azdıramadı, elə indi də var o tamaşa. Bəli. Mən o tamaşanın bundan qabaqki quruluşunda mən də çalışmışam. Şeyx Əhməd rolunda. Ələbbas Qədirov
Şeyx Nəsrullah idi, mən də onun Şeyx Əhməd onun köməkçisi. Amma köməkçi kimi orada mən çalışmırdım. Elə bir Şeyx Nəsrullahı mən idarə eləyirdim. Və Şeyx Əhməd bu bicdiyi Şeyx Əhməd fikirləşib bu variantı. Və görür ki, Şeyx Nəsrullah istedadlıdır, yaxşı belə səsi var, gözəl, fizionomiyası çox gözəldir və ona tapşırır ki, sən bu rolü oyna, Şeyx Nəsrullah rolunu. Və onu tamaşada mən idarə eləyirdim ki, qoruyurdum onu bütün tamaşa boyu. Gözəl piyesdir, gözəl piyesdir. İndi təzə quruluşda yox, ondan qabaqında olmuşam mən o Şeyx Əhməd. Ən uzun ömürlü obrazınız hansı olub? Bəlkə indi də oynayırsınız, canlandırırsınız. Var, elə rollar var. Sevimli rollar var. Xanumada. Xanumada var, Xanuma. Onu da izləmişəm. Bəli, gəlib izləmişəm. Orada Knyaz. Bəli. O da çox maraqlı. Həmən rejissordur, Mikhail Mikhailov. Bəli. Yəni, Gürcü yazıçının əsəridir. Bəli, Saqarelinin piyesidir. O da çox gözəl tamaşa alınır. Teatrımızın da ən gözəl aktyorları, aktrisaları orada məşğuldular. Bəli. Ayın 8-də biz tamaşa oldu. İnandırım sizi, tamaşasız zaldan getmək istəmirdi. Vallahi. Çünki biz də canı dildən çalışırıq. O da sirayət edir tamaşaçıya və heç getmək istəmir zaldan. Elə dayanıb 10 dəqiqələrlə, 15 dəqiqələrlə alqışladılar bizi. Aktyorunki də odur da. Yəni o boyda əziyyəti filanı, o alqışla elə belə yorğunluğun çıxır canından. Qiymətləndirir mənə. İllər içində teatr necə dəyişdi? Yəni necə ayaqlaşa bildiniz? O teatr yaşlandıqca mən də yaşlanırdım. Mənim də yaşımın üstündən yaş gəlirdi. Mən də həmən dövrdə yaşamışam, həmən dövrdə yaşımın üstünə yaş gəlir. Mən elə həmişə müasir olmuşam. Yəni mən elə teatrda çalışırdım ki, gənc tamaşaçılarda. Yəni o köhnə ştamp, pafos, belə yalancı səslər çıxartmaq görməmişəm mən orada da. Mən 72-dən ta 96-ya qədər orada çalışmışam. Orada gör kimlər var idi? Yusuf Vəliyev, Firəngi Şərifova, Süleyman Ələsgərov, Hüseyn Ağa Sadıqov. Biri-birindən gözəl aktyorlardır. Mən onlarla çiyin-çiyinə çalışmışam 25 il. Sonra elə oldu ki, bir tamaşamıza Vaqif İbrahimoğlu, Allah ona rəhmət eləsin, Yuq Teatrının bədii rəhbəri Vaqif gəldi bizim teatrda, gənc tamaşaçılarda. Kamal Abdullah'ın Unutmağa Kimsə Yox, belə bir piyesi var idi. Onu hazırladı. Mənə də kişi başrolünü tapşırdı. Və tamaşa çox gözəl alındı. Gözəl alındı. Elə birinci premyerada Turabov da gəlmişdi. Allah ona da rəhmət eləsin. Həsən Ağa Turabov. Gəldi, baxdı. Yəni, baxan kimi çox xoşuna gəlir mənim oyunum. Deyir, səni dramaya dəvət edirəm. Onda da bədii rəhbəri idi az drama. Amma gənc tamaşaçılardan buraxmırdılar. Buraxmırdılar deyəndə inciyirdilər ki, bizi atıb gedirsən, 20 neçə ildir bir yerdə çalışırıq falan. Mən də hələ ki, ərzəməcən çağırdı, bir gün ərzəməcən aldı Turabov ki, məni buraxmaq istəmirdi. Neysə, 96-da üstündən 3 il keçəndən sonra özdə o dövrdə iş-sad yox idi. Belə çox belə pərakəndəlik idi, nə bilim, maaş az idi, filan idi, nə bilim. Qalan da teatrdan qaçırdı. Çoxu qaçdı, çoxu qaçdı. Adam fikirləşirdi də, deyirdim ki, bu az maaşla işləyirəm, həm də heç bir iş görməyim, bekar gəzim, o adama nə deyərlər? Dəli deyərlər də. Ona görə yay idi, iyun ayında, bu vaxtlar var belə. Orada söz vaxtına çəkilir, maraqlıdır. Gəldim dramaya, aşağıdan dedilər, Turabov dedi ki, gəlsin. Gəldim, oturur. Özü də mən hər görəndə deyirdi, nə oldu?
Mən hoş gəlmədən. Deyirəm, gələcəyəm. Nə vaxt? Neysə. Hə, nə deyir? Hə, xeyir ola. Deyirəm, gəlmişəm də. Deyir, indi teatra gələrlər. 20 gündən sonra məzuniyyətdir. Teatr məzuniyyətə gedir. Hə. Bir-iki kəlmə danışdıq. Dedim, mən gedim onda. Dedim, durmaq istəyəndə belə maraqlı belə baxışı var idi, mənə baxır belə, getmə, getsən daha gəlməyəcəksən. Götürdü, zəng vurdu ki, Cəfərin əmrini verən Adel Kadırov. O başlayan indi 29 ildir. Amma çoxlarının arzusudur Akademik Milli Dram Teatrında aktyor olaraq fəaliyyət göstərmək. Hamıya da nəsib olmur. Nə gözəl ki, sizin də yolunuz Akademik Milli Dram Teatrına keçdi. Mən məsələn öz işimdə həmişə məsuliyyətli olmuşam. Çalışmışam ki, mənə tapşırılan rolü öhdəsindən gəlməyə çalışıram. Bəli. Çünki özdə mən həmişə demişəm, öz rolumun rejissoru olmuşam mən. Əsərin rejissoru bütün tamaşaya cavabdehdir, bütün tamaşaya, piyesə. Mənə tapşırır məsələn filan rolü. O rolü mən gərək canlandıram. O canlandırmaq üçün də çox çətin işdir o. Yəni bir qurban olduğum insan yaradır, bir də aktyor yeni insan yaratmalıdır. O əsərdə tələb olunan insanı gərək canlandıra biləsən, onun iç dünyasını tapasan, xasiyyətini tapasan, yer işini tapasan, nə bilim, qrimini tapasan, susanda da o adam kimi susmalısan, baxanda da, danışın. Bəs hansı obrazda ki, siz özünüz olmuşsunuz o obrazda? Özüm yox. Heç birində? Yox, özüm yox. Özüm məndə həmişə dərdli komediyalar çox olur. Hə. Özüm yox. Özümdən var, ona qarşı münasibət var. Həmən o personaja qarşı, həmən o obraza qarşı. Özümdə hardasa bir münasibətim var. Amma tam yox. Mən özüm çox sakit adamam. İçimdə iclas eləyirəm. Həmişə içimdə danışıram mən. Amma rolda tələb olunursa, orada canlandırmağa çox şeylər var. Özü o canlandırma ne üçün deyirəm mən? Mən o gün də Ramiz Novruzun xatirə gecəsi idi. Mənə də söz verdilər səhnə, Nizami Kino Birliyində. Mərkəzində? Mərkəzində, hə. Dedim ki, aktyorlar da zalda hamı. Dedim, qutaraq da bu oynamaq sözünü yığışdırın. Məsələn, deyirlər, mən filan əsərdə filan rolü oynadım. Filan yerdə oynadım. Deyirəm, oynamaq domino oynayarlar, nerede oynayarlar? Kağız üzərində yazılmış bir obrazı canlandırırsan onu, ürəyi döyünən, beyni işləyən bir insan eləyirsən, əsərdə tələb olunan insanı. Sonra çıxardırsan onu səhnəyə, 2 saat, yarım, 3 saat gəzdirirsən. Rejissor da sənə məqsəd qoyur qabağa ki, bu insan bu işləri görməlidir. Həmən insan da o işləri görür, bunda rejissor da razı qalır. Razı da qalanda gələn tamaşasında yenə də səni axtarır ki, sən bu rolü istəyirəm sənə verim, nə deyirsən? Çox yorğun görünürsünüz elə bil ki. Yoxsa xarakteriniz belədir? Yox da çox belə deyirəm. Çox elə deyirəm. Sakit, huzurlu bir insansınız. Olur. Mən bir adilimdə biraz içimdə iclas eləməyə çox xoşlayıram. Yaxşı, bəs nə vaxt əsəbi olursunuz? Əsəbi olan da necə? Onu da belə sakitçiliklə ötürürsünüz? Yox, mənim əsəbiliyim başqadır. Eləmi? Mən içimdə çəkirəm də. Ayının üzündən bilinmir axı onun əsəbli olmağını. Bir də gördüm, parçaladı o birisini. Mən də parçalamıram. Ümumiyyətlə, teatrda əsəbləşirsinizmi? Yoxsa hamını yola verirsiniz mədəni yola verdik, bəli. Salam Məlikim, sağ ol. Xeyir işlərində oluram, İraq olsun, başqa məclislərində iştirak edirəm. Salam verirəm, görüşürük, oturub çay içirik. Amma bir neçə dəfər var ki, onlarla mən
səmimi söhbət eləyə bilirəm. Onlar da mənim üçün darıxıblar, mən də onlar üçün darıxıram. Biraz qəliz orqanizmdir də teatrda. Çox qəlizdir. Qəlizlik nədədir? Bax, heç kim çözə bilmir. Amma mən istərdim ki, bəlkə sizdən soruşum ki, qəlizlik nədədir? Yəni, hər kəs öz işi ilə məşğul olmurmu? Ona görəmi? Yoxsa hər kəs öz işi ilə məşğul olurmu? Belə olurmu? Heç necədir? Gərək öz nəyi bacarırsansa, oracan sən istəyəsən. Mən həmişə deyirəm onu, Azərbaycan xalqı çox istedadlı xalqdır. Doğrudan elədir, mən də Azərbaycanlı olduğuma görə demirəm. Amma istedadının hansı sahədə olmağının tapması o özü böyük istedaddır ki, bəlkə sən yaxşı müəllim ola bilərsən, yaxşı mühəndis olardın, yaxşı həkim olardın, gəlmirsən teatra, sən 50 il nizə tutursan orada. Müəllim olardın yaxşısından, balaların səninlə fəxr eləyərdilər. Amma sən gəlirsən 5 kəlmə sözlə, 3 kəlmə sözlə və tələb də eləyirsən, mən filan şey istəyirəm. Olmur axı. Bəli. Olmur. Xatırlayıram ki, bilirəm ki, siz qalmaqallara qoşulan insan deyilsiniz. Sadəcə olaraq öz fikrimi söyləyirəm ki, Ramiz Məlik həyatda olduğu zaman, belə qalmaqallar baş verdiyi zaman deyirdilər ki, Ramiz Məlik dedən, daha sonra adam dünyasını dəyişdi. Yəni, Ramiz Novruz dünyasını dəyişdi. Allah rəhmət eləsin. Bəli, Allah yerlərini cənnət eləsin. Amma dava yenə də münaqişələr davam edir və çox qəribədir ki, bilmirəm digər teatrlarda bu baş verir yoxsa yox, amma həmişə Akademik Milli Dram Teatrının adı hallanır. Bilmirəm, göz önündədir ona görə bu qədər sensasiya doğurur, insanların belə daha çox müzakirəsinə səbəb olur. Yoxsa doğrudan da gerçəkdən hər şey orada baş verir, digər teatrlarda belə deyil. Biz necədir? Bizim sənətimiz aktyorluq sənəti, özü dram teatrının aktyorları. Mən həmişə demişəm onu, ömür qısaldan sənətdir bizim aktyorluq sənəti. Yəni, cəmaat tək öz dərdini çəkə bilmir, öz dərdini, problemini, əziyyət çəkir, çapalayır onun altında, tək. Amma aktyor, mən deyim, azdramanın aktyoru, Akademik Milli Dram Teatrının aktyoru, ayda bir 8-10 adamın dərdini içindən keçirdir. Onun bütün əsəbləri tarmadır. Ona görə nəsə bir şey görəndə, haqsızlıq görəndə o dözə bilmir ona. Dözə bilmir, qurban olduqlarını da o saat onu tapıb yazırlar, faş edirlər bütün Bakıya, Azərbaycana. Yəni, körpə kimi də aktyor. Ona görə haqqına girməyəsən, haqqını tapdalamayasan, haqqını nə lazımsa, nəyə qiyməti nə boydadırsa onu vermək lazımdır ona. Verilməyəndə o da başlayır belə həyəcanlanmağa, o da deyirsiniz ki, qalmaqal olur da. Ötən dəfələrin birində bizim digər məşhur bir aktyorumuz burada qonaq idi. Dedi ki, elə aktyorlar var ki, çalışırlar, amma Akademik Milli Dram Teatrı onları qəbul eləmir. Baxmayaraq ki, çalışırlar. Ümumiyyətlə, orada çalışmaq üçün, kollektiv tərəfindən sevilmək üçün, qəbul olunmaq üçün aktyor necə olmalıdır? Ora işə gələn adam hansı kriteriyaları özünə önəmli götürsün? İstedadlı olmalıdır. İstedadlı olmalıdır və istedadın da rolları ilə, yaratdığı, canlandırdığı rollarla sübut eləməlidir. Yoxsa, məsələn, bir tamaşada, məsələn, 15 aktyordur. Onun hamısı eyni səviyyədə deyir axı. Amma o hamısı deyir ki, mən də həmən tamaşada məşğulam. Amma o tamaşanın yükünü daşıyan bəlkə də 3-4 aktyordur. 3-4 aktyorun çiynindədir o tamaşanın yükü. Ona görə o yükü daşıyanlara qədir qiyməti bilinməlidir həmişə. Aydın. O 5 kəlmə, 3 kəlmə kənardan söz deyir. O aparıcı aktyor ola bilməz o, olmur da eləsi. Deyirəm də çətin sənətdir də bu.
Bir ailədən 2 xalq artisti çıxdı. Siz Cəfər Namiq Kamal və qardaşınız İlham Namiq Kamal. Elə 2 qardaşsınız yoxsa? 3 qardaşız. 3 qardaşsınız. Digər qardaşınız bəs? Başqa sahələrdə. Başqa sahələrdə. İndi İstanbulda yaşayır o. Eləmi İstanbulda yaşayır? Aha. Bəs teatr sənəti sizin ailənizdə necə başladı? Bəlkə siz dəfələrlə bunu danışmısınız, amma mən istəyirəm ki, izləyicilərimiz məlumatsız ola bilər və yaxud da ki, bir də xatırlasınlar. Biz dil açandan elə evin içində, yəni bizdə nəslimizdə olmayıb açığı. Bu sənətdə olan olmayıb. Mühəndis olub, həkim lap çox olub. Amma aktyor, nə bilim, mənim haqqında bir kitab yazılmışdı, onun adını qoymuşdum Taleh yazısı. Hələ bu Taleh yazısıdır bu sənəti seçməyimiz. Evdə tamaşalar, səhnəciklər göstərərdi İlhamla. Özümüzə paltar düzəldirdik həmən rolə yox. Nə dərəcədə indi uşaq idik da. Əlimizə keçən. Üçünüz də yoxsa ikiniz? İkimiz. Qonaq gələndə olan qabanda çıxış eləyirdik. Yəni kompleks yox idi. Elə bir qonaqları da gözləyirdik biz ki, ay Allah, qonaq gəlsin, çörəyini yesin, sonra bədii hissəni biz çıxış edəyik. Sonra piyonirlər evinə getdik, sonra xalq teatrına, institut, sonra teatr. Mən gənc tamaşaçılara getdim, İlham dramaya. Sonra elə oldu ki, birləşdik tezdən dramada. Neçə il biz bir yerdə çalışdıq orada. Neçə əsərdə biz tərəf müqabili olmuşuq. Sonra İlhamı dəvət elədilər musiqili komediya. Getdi ora, mən qaldım orada. Yaxşı tərəf müqabiliyi var İlhamın. O daha çox zarafatçıldır deyəsən, siz amma yox. Eləmi? Məndə o danışıb güləndə, amma siz biraz elə bir ki... Məndə replikalar daha güclü olur. Eləmi? Yəqin bir yerə düşəndə. Lap belə, indi sizlə birinci kərəmdir də. Bəli. Amma mənə tanıyanlar da bilir ki, məndə replikalarım çox güclü olur. Onu saatlarla gülürlər. Amma ciddi bir kəlmə söz deyirəm. Deməli, bir dəfə məşqdə ayağım ağrıyır, məşqdə burxulub ayağım, pis burxulub. İndi mən də yaşıl bazarla üzbəüz oluram, arxasında. Orada yol var idi, dəmir yolundan keçib gəlirdi Səmədvurğun bağına, reyslərin arası ilə. Elə oldu ki, bu vaxtlardır, bundan da biraz qabaq. Reyslərin üstündən gedirəm, telefonla danışıram, axşam üstüdür, hava qaralır. Orada da 7-8 nəfər belə biraz şuluq uşaqlar oturublar orada. Danışdım, telefonu qoydum cibimə, biri yaxınlaşdı mənə ki, day, telefonumu ola bir dəqiqə. Baxdım buna, deyirəm, ayağım ağrıyır, bala. Ayağımı nə edirəm, deyir, axsaqqal, telefonumu istədim də. Deyirəm, mənə nəş başa düşmürsən. Dalınca qaçmağa deyirəm, halım yoxdur. O birisilər oradan deyir, day, nedir o da? Yəni, başa düşdüm ki, götürüb qaçacaq. Hiss eləmişsiniz də. O cavabı gözləmirdilər də, elə cavabı. Vermədisən telefonu? Yox, deyirəm, halım pisdir, deyirəm, ayağımı qaçmağa halım yoxdur. Çox deyələ şeylər çox olub, açmacalar. Bir də var idi. Yadımda olanı deyirəm də. Drama qabağında yeraltı keçiddir. Lənkəranlı qadınlardır, onlar limon satırlar əlində. Məsələn, 3 dənə, 4 dənə tutub, belə 4-ü 1 manat. Mən də salamlaşıram həmişə onlarla. Keçəndə, deyir, 4-ü 1 manat. Deyir, artist al da. Deyirəm, balacadır. Deyir, nə balacadır, Allahın olsun, deyir, limon balacadır. Deyirəm, limon yox, əlim balacadır. Bir də gördüm, yox, deyir, gedib o birisilərdir. Gör, mənə nə deyir. Ali balacadır, deyir. Yəni, əlim böyük olsa 5 dənə yerləşər bura, 1 manata satarsan. Qardaşınız amma sizdən tez aldı xalq artisti adını. Bəli. Neçə il öncə? Fərqi nə qədər oldu?
Var idi xeyli oldu. 8 il. 8 il 10 il olar tez alıb. Çünki gənc tamaşaçılarda mən çalışırdım da. Bəli. Nə bilim, o dövrdə o teatrı belə diqqət çox az idi. Diqqət az idi. Amma mən orada da elə baş rollar canlandırmışam. Danabaş kəndinin məktəbində Uçitel Həsənov. Nə bilim, çoxdur da Çingiz Aytmatovun əsərində. Hələ Kamal Abdullah Biyadədim o. İlham müəllim musiqili komediya teatrında fəaliyyət göstərir. Siz Akademik Milli Dram Teatrında. Bəs indi yəni sizin bir pedaqoji fəaliyyətiniz də var. Bərabər çalışırsınız. Çalışırdım. Çalışırdınız. İndi çalışmırsınız. Yox, 7 il çalışmışam, çıxmışam. Çıxdınız indi sırf teatrda çalışırsınız. Teatrda. Maraqlıdır ki, yəni bərabər biriniz digərinizin tamaşasını izləməyə gedirmi tamaşaçı olaraq yoxsa? Gəlir? Gəlir əlbəttə. Mən də gəlirəm, İlham da gəlir. Yubileyimdə də o keçən ay iştirak edib o. Mən gedirəm onun tamaşasına baxıram. Biz nətər eləyib, birbirimizin təsəvvür edin ki, 2 ay yarım, 3 ay hazırlanan onun nəticəsinə baxıb qiymətləndirərsən. Bir-birinə fikir deyirik bir-birimizə. O barədə çox mehribanıq biz. Türkiyənin məşhur aktyoru Şənər Şən, tanıyırsınız onu yəqin ki. Bu yaxınlarda səhnə ilə vidalaşdı. Adamın 83 yaşı var və 61 ildir ki, teatrda fəaliyyət göstərir və bir çıxış etdi, bitdi artıq. Sizin üçün bitdi deyəcəyiniz yaş və yaxud da ki, çərçivə, sərhəd varmı? Səhhətimlə bağlıdır. Səhhətim yol versə, yaddaşım yerində olsa, qulağım eşitsə, gözüm görsə, işləyərəm. Amma onlardan biri, ikisi olmayandan sonra özüm yerə ərzəmi yazam, çıxam. Çünki o yük olmaq istəmirəm teatra. Amma onlar olandan sonra nə var ki, işləməyəm. Çalışaram. Neçə övladınız, neçə nəvəniz var? 2 övladım var. Bir oğlan, bir qız. 4 də nəvəm var. Nə gözəl, Allah saxlasın. İkisi institutda oxuyurlar. Biri elə 9-da da ona keçir. Bir də balaca dələm, 2-ci sinifdədir. 2-ci sinifdədir. Sizdən genetik olaraq onlara da keçibmi aktyorluq istedadı? Hansında daha çox görünür? İkisi də rəssamdır amma. Oğlum yubilir rəssamıdır. Yubilir rəssamdır. Həm çəkir, həm də düzəldə bilir. Eləmi? Yəni ondan bir dənə olur da, onun düzəltdiyindən bir dənə olur. Yəni indi yaratdı bunu, indi çəkdi. Üzüyünüzü o mu düzəldib yoxsa yox? Hə, o düzəldib. O mu düzəldib? Bəli. Nə gözəl. Cəfər Namiq Kamal, bu da xalq artisti yazır. Nə gözəl. Nə zaman sizə bağışlayıbdı bu üzüyü? Düzəldir də, elə bundan qabaq biri də var idi. Qızıldı yoxsa gümüşdür? Yox, gümüş. Gümüşdür. Mən həm həciyəm, həm məşədiyəm. Ona görə qızıl bizə qoymurlar taxmağa. Bizə gümüş. Ziyarətdə olmuşam. İllər öncə Cəfər müəllimin oğlu ibadət zamanı kürkünü çıxardıb qoyub məsciddə ibadətini etdiyi zaman, səcdədə olduğu zaman kürkünü götürüb aparıblar. O adam tutuldu, o adam iş verildi, amma gəlmədi deyirlər. Yəni qaytarmadı. Yox. Dağıdıb da gedib lambarda verib, biraz pul veriblər, lambarda verib, biraz pul veriblər. Təəssüf ki, belə hallarda rast gəlirik. Hətta ayaqqabıları bəzən belə xəbərlər də yayılmışdı ki, ayaqqabıları da yoxa çıxır. Yəni bu insanlıq halıdır. Yəni insan olmayanda ha məsciddə olmuş, ha hansısa bir yerdə olmuş fərq etməz. Yəni öz çirkin əməlindən qalmır gördüyünüz kimi. Gəlib gətiriblər onu məsciddə göstərir ki, hardan götürdüm, necə. Bizi də çağırıblar, gəlmişik, oğlumla getmişik. Hündür oğlandı belə. Hardan götürdüm, belə götürdüm, belə elədim. Oğlum deyir ki, indi qızıllar heç də, indi onları satıb yemisən.
Orada brilyantlar var idi, fransız brilyant. O başqa, hamısı başqa adamların deyə. Aha. Onlar heç olmasa qaytardı. Deyir, yox idi orada. Deyir, mən bilmirəm orada nəyim var idi, nəyim yox idi. Onları heç olmasa qaytar. Deyir, yox idi. Məscid haqqı yox idi. Məsciddən oğurluq edir, məscid hamd üçün. Dedim, yaxşı, bu düzələnsəydi adamdır. Neysə, olur da, olur. Cəfər müəllim, çox formadasınız. Yəni, maraqlıdır ki, gündəlik rejiminiz necədir? Fəaliyyətiniz işdən savayı nədən ibarətdir? Hobbiləriniz varmı? İnsan olaraq insanıq. Hobbilərim, elə bir güclü hobbim yoxdur. Mənim elə hobbim teatr. Yəni, yolda gedəndə o rol haqqında fikirləşirəm. Onu necə eləyim, onu götür qoy eləyirəm, onu necə eləyərdim, orada nə inərdim, yeni nə tapardım oraycan. Yəni, bütün günü əsər varsa əlimdə, rolum varsa, o barədanca düşünürəm. Bir də biraz gedib bağda çalışıram. Bağda biraz su verirəm, nə bilim, meynələri kəsirik, filan eləyirik, budayıram, meynərəm. Belə başımı qatıram boş olanda. O da mənə rahatlıq gətirir. Öz-özümə danışıram, öz-özümə monoloqlar hazırlayıram, məsələn, tək oluram. Həyat yoldaşınız yaşayır, yoxsa? Yaşayır, yaşamasın. Onda bağa tək gedirsiniz. Onunla da gedirəm, o öz işi ilə məşğul olur, mən öz işimlə. Onunla mən bir kursda oxumuşam institutda. Orada yoldan çıxardıblar məni. Aktrisaydı o da, eləmi? Yox, institutda dərs idi sonra. Uzun müddət institutda işləyib bir 40 il. İnstitutda aktyor rejissorluq sənətindən dərs deyirdi. Sonra da, yəni, biz bir kursda oxumuşuq. Həyatdır da. Neçə ildir onu evlisiniz siz? Baxır. Neçə ildir? 75-ci ildən də bu yana. Maşallah. 50 ildir də. 50 il. Oğlumun elə 49 yaşı var elə. Teatrın ən yaşlı aktyoru kimdir? Neçə yaşı var? Bəli. Rafiq Əzimov. Rafiq Əzimov. Neçə yaşı var? 87. 87, Oynayır tamaşada, daha oynamaz. Oynayır, maşallah. Nə gözəl. Allah can sağlığı versin. Yaxşıdır. Yəni, teatr, o bir sansıdır, 7 oğulda da çəkilib. Bəli, arxadan vurulan zərbədə də oynayıbdır. Arxadan vurulan zərbədə, yox. İdmanla məşğul olursunuzmu? Məsələn, sizin bildim, bağda çalışırsınız, avtomobil idarə edirsinizmi? İstərdim ki, bu haqda da biraz danışaq. Anladım ki, dram teatrından uzaq məsafədə yaşayırsınız. Yox, elə də yox. Yaşıl bazarda, vağzalın üst tərəfində. Hər halda piyada getmirsiniz, deyil? Piyada gedirəm mən. Eləmi? Piyada çalışıram, çox gəzim. Maşını ancaq bağ yolu sürürəm mən, bağa gedəndə. İndi ora nəsə aparıram, orada nəsə gətiririk filan. Amma şəhərdə çalışıram, ayaqla hərəkət edeyim biraz. Allah, nə gözəl. Amma indi tamaşadan çıxanda biraz yorğun olursan, tərli olursan, o tamaşadan çıxmısan. Ona görə taksi çağırıram, çıxıb götürüb aparır, qoyur evə mənə. İdmanla cavanlıqda çox məşğul olmuşam mən. Bəli. İdmanla çox məşğul olmuşam. Hansı növü ilə? Mən uşaqlıqda boksa getmişəm biraz. Yüngülvarıya belə. Amma sonra da özüm evdə də məşq eləyirdim. Səhərlər çıxıb bulvarda idman eləyirdim. Onda lap yaxında yaşayırdım mən. Nizami Kinoteatrına üzbəüz olurdum. Ona görə oradan yaxın. İndi biraz tənbəlləşmişəm. İlham müəllim də orada yaşayır da məncə qardaşınız. Yaxında olur orada. Fəvvarələrin yaxınlığında, eləmi? Yox, o Azalın üstündə, Azalın idarəsi var. Orada yaşayır. Onun üstündə. Get-gəliniz varmı, yoxsa hamının başı işə qarışıb? Yox, get-gəl eləyirik, gəlir, görüşürük. Elə şey olar. Hələ o verişdə getdik, onu Şamaxıda da çəkdik. Orada da çəkilişdə elədik, İlhamın qaldığı yerdə. Sonra getdik, gəzdik filan.
O film maraqlı alınmış. Məzuniyyətiniz necə olur? Harda istirahət edirsiniz? Məzuniyyət sizi uzaqlara mı aparır? Yoxsa Azərbaycan ilə daxilindəmi istirahət edirsiniz? Uzaqlara gedirəm. Mən həmişə bir 25 ildir Yesintikiyə gedirəm mən. İndi bu il, mən keçən il də getmişəm. Bu il biraz yollar bağlıdır. Təyyarə uçmur. Sonra bizim təyyarə ki vuruldu. Ondan sonra o reysləri saxlayıblar. Başqa bir yol da yoxdur gedim. İndi görək də. İndi məzuniyyətdə hələ var məzuniyyətə qədər. Oran suyu mənə düşürdü. Mənə kömək eləyirdi. İndi Kəlbəcərin sanatoriyası düzəlsə də heç oraya getməyin mənası yoxdur. Gerçəkdən, yəni. O həmən isti su ondan da güclüdür bizim suyumuz. Toylarda iştirak edirsinizmi, yoxsa huzur axtarırsınız? Bilirsən necədir? Mən toyda otura bilmirəm. Toyda otura bilmirəm. Mən nə yiyənəm, nə içən. Bunlar ikisindən də məhrumam mən. O səs də başıma düşür mənim. O musiqinin səsi. Gedirəmsə əgər, lap yaxın adamın toyuna gedirəmsə, bir 40 dəqiqə ancaq foyedə mən çay içirəm. Foyedə 1-2 stakan çay içirəm, sonra qeydiyyatdan keçirəm, çıxıb gedirəm. Təbrik edirəm, gedirəm. Mümkündür orada oturmaq. Birinci akustikası pisdir oranın, gümbüldəyir. Onlar da çox bək çalırlar. Usilitilər bək xod veriblər. Ümumiyyətlə restoranlarda akustika nəzərə alınmır ki? Pisdir yəni, də. bəli, düşünmürlər ki, insanlar otura bilmir. Yox, 2 kəlmə söhbət eləmək olmur. Bir toydan əvvəl gəndə deyirəm, söhbət eləyim, birazdan imkan olmayacaq. Gerçəkdən. Ağız diyan, qulaq eşitməyəcək. Nəysə, onun çıxışını tapmışam ki, foyedə. Foyedə bir söhbət eləyirik, dağılışır. Cəfər müəllim, mən sizə təşəkkür edirəm studiyamıza gəldiyiniz üçün. Çox maraqlı insansınız, sakit, huzurlu bir təbiətiniz var. Arzu edirəm ki, uzun illər yaşayasınız, səhnəmizdə olasınız. Biz də gərək sizin rol aldığınız tamaşalarda tamaşaçı olaraq iştirak edək, izləyək. Can sağlığı, xoşbəxtlik hər zaman sizin olsun. Mən də sizə minnətdarlığımı bildirirəm. Çağırmışsınız, sahib dəvət eləmişsiniz. Borcumuzdur. Həmişə iş başında olasınız. Çox sağ olun, təşəkkür edirik. Əziz və dəyərli izləyicilər, izlədiyiniz üçün çox sağ olun. Bugün də bizimlə birlikdə oldunuz. Sonda təşəkkür edirəm saç və makyajıma görə el salonundan təbii ki, İlahə xanıma və Ləman xanıma. Gələn həftə yenə də qarşınızda olmağı arzu edirəm. Hələlik, Allaha əmanət olun.